Salam dəyərli izləyicilər. Bugün marinə olunmuş, duza qoyulmuş meyvə tutmalarını xoşlayanlar üçün mövsüm meyvəsi göyəmdən çox ləzzətli marinə olunmuş göyəm tutması hazırlayırıq. Hazırlamaq istəyənlər üçün bərbaşdan qeyd edeyim ki, ehtiyat etmədən, çəkinmədən ürəklə hazırlayın. Çünki 100% zəmanətli, etibarlı, sınanmış reseptdir. Biz hər il hazırlayırıq, çox bəyənirik, sizə də məsləhət görürük. Burada 2 fərqli sort göyəm götürmüşük. Meyvələr bərkdir. Mürəbbədən fərqli olaraq turşunun tutmanın xırçıltılı alınması üçün bərk meyvə seçib alın. Meyvələri xar suyun altına təmiz yuyub aş üstündə gözlətmişik, suyu süzülsün. Tutmanı tutacağımız bankaları da soda ilə sürtüb axar suyun altında təmiz yuduqdan sonra onları sterilizə etmək üçün çaydan qaynayan kimi qaynar sudan hər bir bankaya yarısından bir qədər yuxarı gələcək şəkildə əlavə edib qapaqlarını qoyuruq. 10-15 dəqiqə qalır. Sonra bu suyu süzüb atıb bankaları tərs çeviririk. Tutma üçün bundan əlavə bizə dəfnə, albalı yarpaqları, qara reyhan, şüyüd, sarımsaq, mixək, toxum qarı istiot, qənd, limon duzu, duz və üzüm sirkəsi lazımdır. Üzüm sirkəsini alma sirkəsindən də əvəz eləyə bilərsiniz. Bankaların qapaqlarının da təmiz yuduqdan sonra üzərinə qaynar su alırıq, qalır belə sterilizə olur. Bunlar bizə lazım olan ərzaqlardır. Əvvəlcə hər bir bankaya 2 tel şüyüd, 1 tel qara reyhan, 1 ədəd dəfnə yarpağı, 5-6 ədəd albalı yarpağı, 1 diş sarımsaq xırdalayırıq, 3 ədəd mixək və bir də çay qaşığının ucunda toxum qarı istiot əlavə edirik. Onu da qeyd edeyim ki, şüyüd, qara reyhan və albalı yarpağı tutmanı daha da ətirli, ləzzətli edir. Sırf ona görə əlavə edirik bunları. Əlavə etməsəniz də olar. Sadəcə dəfnə yarpağı, qara toxum istiot və ya sarımsaqdan istifadə eləyin. Və yaxud da başqa ətirli göyərtilərdən, məsələn, cəfəri, kərəviz, tərxun və yaxud da ağ reyhandan istifadə edə bilərsiniz. Kim necə xoşlayırsa elə də eləsin. Ardınca bankaları meyvə ilə doldururuq. Qeyd etdiyim ki, biz 2 cürə meyvə götürmüşük. Yəni 2 sort, ayrı sortlardır. Hər iki meyvələr bərkdir. Yəni tutma üçün bərk meyvə almalısınız ki, tutma xırçıltılı alınsın. Onu da vurğulamaq istəyirəm. Çünki elə vaxt olur ki, meyvələr yumşaq olur. Baxın, bu fərqli sortda artıq biz qarışdırmırıq. Bəzi bankaları da o birinci əlavə etdiyimizi əlavə edirik. İkincini isə ayrıca digər bankalara əlavə edirik ki, sonradan dadına baxaq. Çünki meyvələr fərqli olanda turşuların dadı da fərqli olur. Yəni meyvə nə qədər ləzzətli olsa, təbii ki, turşu da ləzzətli olur. Bankaları meyvə ilə doldurduqdan sonra hər bankaya 2 çay qaşığı duz əlavə edirik. Yaxşı olar ki, turşu duzu olsun, amma olmasa iri xörək duzundan da istifadə edə bilərsiniz. Daha sonra hər bankaya çay qaşığının ucunda təxmini 3/1 çay qaşığı limon duzu, sirkənin turşuluğunu azaltması üçün hər bankaya bir iri diş qənd də əlavə edirik və hər bankaya 50 ml belə balaca qəhvə fincanı ilə fincanın başı biraz əskik. Baxın, bu qədər üzüm sirkəsi də əlavə edirik. Təxminən 3-4 xörək qaşığı, qaşıqla götürsəniz əgər. Biz üzüm sirkəsindən əlavə edirik, çünki üzüm sirkəsinin dadı xoşumuza gəlir. Əgər alma sirkəsini xoşlayırsınızsa, siz alma sirkəsi ilə də əvəz edə bilərsiniz. Və ən sonda çaydan qaynayan kimi bankaları meyvələrin üzərini örtəcək qədər qaynar su ilə doldurub qapaqlarını möhkəm kip bağlayırıq. Bankaları doldurduqca qapaqlarını tez bağlayırıq ki, su qalıb soyumasın. Ona görə 2-2 doldururuq, bağladıqca digər bankaları da su ilə doldurub bağlayırıq. Əgər köməyiniz yoxdursa, siz də belə eləyin. Qapağın bağlanma texnologiyasını yəqin ki, bilirsiniz. Bir balaca saat əqrəbi əksinə çeviririk və cəld saat əqrəbi istiqamətində sıxıb kip bağlayırıq ki, qapaq yaxşı bağlansın. Əgər eyni bu qaydada hazırlasanız, qapaq da yaxşı bağlansa, çox əla qalır. Çox ləzzətli turşudur. Bir də fikir verin ki, meyvə qurdlu olmasın. Meyvə qurdlu olanda da bəzən turşu xarab ola bilər. Ona görə də buna da diqqət etsəniz, çox əla üsuldur. Siz də hazırlayıb, əminəm ki, razı qalacaqsınız. İnşallah mövsümündə, qışda açıb yeyəndə nəticəni bizimlə bölüşərsiniz. Bütün bankaları doldurduqdan sonra bankaları belə çalxalayırıq ki, İçərisinə əlavə etdiyimiz şəkər, limon duzu, duz, sirkə qarışsın və bu şəkildə
yığırıq. Yəni tək çevirməyə ehtiyac yoxdur bankaları. Biz bəzən elə vaxt olub tək çeviririk, amma ehtiyac yoxdur. Elə bu şəkildə qoyuruq, qapaqlarını olsa yaxşı bağlanır. Biz bağladıqdan sonra istadiyanın arasına sarıyacağıq. Yəni videonun çox uzanmaması üçün onu sizinlə paylaşmırıq. Sadəcə üzərinə bir dəsmal atırıq. Daha sonra istadiyanın arasına sarıyırıq. Bir gecə qalır, ertəsi gün həyət dolabına yerləşdiririk. Sərin bir yer. Adətən siz belə qış hazırlıqlarını hara yerləşdirirsiniz, hara qoyursunuzsa ora qoyun. Çox əla oldu. Siz də hazırlayın, nəticəni bizimlə bölüşün inşallah nuş eləyəndə. Və videonu bəyənməyi də unutmayın. Şərhlərinizi gözləyəcəyik. Yazın görək bizim kanaldan hansı şorabanı qış hazırlığını etmisiniz. Hələlik.